Sual 21 ilə davam edirik. Deyir, həm amonim sözlər tapmalıyıq, həm də cingiltili olmalıdır. A variantını çıxırıq. Niyə? Çünki qovaq sözündəki q x kimi tələffüz olunur. B variantını saxlayırıq. C variantında ağız sözü amonim deyil, çox mənalıdır. D variantında göz sözü amonim olmur, çox mənalı olur. E variantında da ş, kar, samitdir. Ona görə cavabımız 21-də B. 22-də hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Bal eyni nitq hissəsinə aid amonimdir. Çat, evə, çatınə et, bir də var çatınə. İçini götürürük. Yad sözü həm sifətdir, həm də isimdir. 2, 3. Bulut sözü eyni nitq hissəsinə aid amonimdir. Qoyun sözü qoyun qucaq mənasında, bir də qoyun heyvan mənasında, hər iki mənası eyni nitq hissəsinə aiddir. Soy, biri var məsələ soğanı soymaq, meyvəni soymaq mənasında, bir də var soy kökünə. Deməli 3, 6-nı 2, 3, 6 A variantı cavabımız 22-də A. Sonra 23-də amonimlərdən biri quruluş baxımından məntiqi ardıcılığı davam etdirə bilər. Yəni buruqdur, vergidir, bunlar quruluşuna görə düzəltmədir. Çat, əsər, inci, yan quruluşuna görə sadədir, amma oynaq quruluşuna görə düzəltmə amonimdir. Ona görə C variantı. Hansı bənddə verilmiş cütlüklərin kökü bir-biri ilə amonimlik təşkil etmir? Uşaqlar, bu sualda səhvlik var. Amonimlik təşkil edir desəydi, biz orada götürərdik yarğanla yaralı sözünü. Hər ikisinin kökü amonimlik təşkil edir. Etmir deyirsə, məsələn, B variantında güllü, gülüş. Köklər amonim deyil. Yəni kökü deyir bir-biri ilə amonim təşkil etmir. Güllü deyəndə burada çiçəkdən söhbət gedir. Gülüşün də sözü gülmək feilindən söhbət gedir. Amonim təşkil etmir. B-ni götürürük. Cavab kim olsa B-ni də götürə bilərik. Qırçı, qırğın. Qırçı burada qırdaş mənasındadır. Qırğın da qırmaq, burada feil mənasındadır. Yəni qırın biri isimdir, biri feildir. Bunu hardan bilirik? Çı və ğın şəkilçilərini başqa sözlərə artırın. Məsələn, dəniz çi. Adları artırılır da, çi. Deməli, dəniz isim olduğuna görə burada biz qırıda isim götürürük. Yəni yerdəki daş. Qırğın, bir də var ğını götürüb başqa bir söz artırır. İtgin. Baxın, itmək feildir. Deməli, buradakı qır da feildir. Yəni, buna görə də ümumiyyətlə bu testdə səhvlik var. Yəni, əgər desək ki, bir-biri ilə amonimlik təşkil edir, onda cavabımız D olardı. Sonra test ümumiyyətlə səhvdir, yəni. 25-ə baxaq. Amonim sözlərinin hansı nitq hissəsinə aid olmasını nəzərə alaraq nöqtələrin yerinə uyğun bəndi müəyyən edin. Qat bir mənası isimdir, yəni qat, lay, bir qat, iki qat deyirik. Bir mənası da məsələ bir şeyin başqa bir şeyə qatılması, bir ərzağa başqa bir ərzağa qatmaq feildir. Deməli, bir mənası isimdir, digər mənası feildir. Oynaq sifət, bir də oynaq isim sümük mənasında. Üçüncüdə az, bir mənası saydı, bir mənası yolu azmaq feildir. Dördüncüdə qala, məsələn, ocağı qala feil, digər mənası isə məsələ qala. Yəni, bir abidə mənasında isim. Ona görə A variantı 25-də. 26-ya baxaq. Verilənlərdən biri həm amonim, həm də çoxmənalı söz kimi işlənir. Dil sözüdür. Həm amonimdə, həm çoxmənalı dildir. Məsələn, ayaqqabının dili məcazi mənada işlədə bilirsə, deməli çoxmənalıdır. Digər mənalarda da amonim kimi işlədə bilirik. Doğru variant seçin. Amonimdir. Qala, çaş. Bəli, hər ikisi amonimdir. Amonim deyil. Əsər sözü amonimdir, amma nağd sözü amonim deyil. Ona görə də cavabımız 1, 2, 3 A variantı. Sonra 28-də biri eyni nitq hissəsinə aid olan amonimdir. Tut, biri var yediyimiz tut meyvə, bir də var topu tut. Burada isim feildir. Dolu sifət isimdir. Al isim, bağışlayın, feil, nəyisə almaq, bir də al sifətdir. Min feil, bir də saydır. Amma oxşamaq, burada kiməsə bənzəmək mənasında, bir də var deyirsən, ana övladının saçını oxşadı. Yəni sığallamaq, əzizləmək mənasında feildir hər iki mənada. Ona görə də cavabımız B variantı. Hansı birləşmənin hər iki tərəfi həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilməyən sözlərlə ifadə olunubdur. Burada hər iki tərəfi həm amonim, həm çoxmənalı olmasın, o da C variantıdır. Dağ ətəyi, çünki ətəyi sözü amonim deyil, çoxmənalı sözdür. Birinci tərəf həm amonim, birinci tərəf, daha doğrusu ikinci tərəf çoxmənalı söz kimi işləsə də amonim kimi işlənə bilmir. Ona görə də 29-da cavabımız C. 30-da hansı cümlədə düz sözü amonim taylarından biri yalnız qrammatik mənası olan sözdür? Ümumiyyətlə, uşaqlar, düz sözünün
həm yalnız qrammatik məna nə deməkdir? Yəni köməkçi nitq hissəsi. Düz sözü həm əsas nitq hissəsi, həm də köməkçi nitq hissəsi kimi işlənə bilir. Əgər biz düzü lap sözünlə əvəz edə biliriksə, deməli köməkçi nitq hissəsidir. Deyirik Şirvan düzü Aran ovalığında yerləşir. Düzü nəyi? Həm də suala cavab verirsə də belə də tapa bilərik. Suala cavab verəndə əsasdır, verməyəndə köməkçidir. Yəni yalnız qrammatik mənası olursa, köməkçi olsun deməkdir. Onda da baxmalıyıq ki, həm suala cavab verməsin, həm də düz sözü lapla əvəz olunanda köməkçi nitq hissəsi olur. İnsanın gərək əməlləri düz olsun. Necə düz olmaq? Bu düz yol onun evinə aparırdı. Necə yol? Düz yol. Düz olmaq bir yerdə götürülür feil kimi. Kitabları rəflərə sərgə ilə düzün. Nə edin feildir? Arı düz onun burnunun ucuna qondu, lap onun burnunun ucuna qondu. Baxın, burada köməkçi nitq hissəsidir, E variantı. Hansı cümlədə sifət amonim söz kimi işlənə bilər? Sifət olsun, amonim söz olsun. Xoşbəxt sözü amonim deyil A variantında. B-də gənc amonim deyil. C variantında dadlı amonim deyil. D variantında acı amonimdir. Bilirik ki, acı bibər mənasında acı necə, məsələn, amonim kimi işlədə bilərik. Sonra deməli 31-də cavabımız D, 32-yə baxaq. Amonim olanları seçin. Oxşamaq. Oxşamaq sözü bəli amonimdir. Bayaq qeyd elədik. Bitirmək sözü amonim kimi işlədir. İçirməklə qaçırmaq sözləri amonim kimi ola bilməz. Amma oxşamaq, bitirmək, uçurmaq, üzmək. Deməli cavabımız 1, 4, 5, 6. 1, 4, 5, 6 D variantı. Həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilən sözlərin düzgün ardıcılığı hansı variantda verilibdir? Göz sözü amonim ola bilmir, 1-i çıxın. Bal sözü çoxmənalı ola bilmir, 2-ni çıxın. Daş sözü həm amonim, həm çoxmənalıdır. Məsələn, daş ürək deyəndə çoxmənalı kimi işlədə bilirik, 3-ü götürürük. Yay sözünü götürürük, 4-ü götürürük. Ayaq sözü amonim ola bilmir, 5-i götürə bilmərik. Qarı sözü çoxmənalı ola bilmir. 3-ü götürük, 4-ü götürük. Dolu sözü çoxmənalı da olur, amonim də olur. Həm amonim, həm çoxmənalı söz kimi işlənə bilən. 3, 4. Daşı götürdük, yayı götürdük, 7-ni götürürük. Qır sözü 3, 4, 7. Hansına baxırıq? 9. 7-ni də götürürük. 7-ni götürdük, dolu. 8-i götürürük, qır. Sonra biz sözü nə deyirdi? Həm amonim, həm çoxmənalı söz kimi işlənə bilənlər deyir. Biz sözü amonim olur, çoxmənalı olmur. Qovaq çoxmənalı olmur, yal olmur, ağız da amonim olmur. Ona görə nə oldu? 3, 4, 7, 8 D variantı. Verilmiş sözlərdən həm amonimli, həm də çoxmənalı xüsusiyyətinə malik olanları seçin. Yar sözü həm amonimdə, həm çoxmənalıdır. Uşaqlar, yar çoxmənalı mənasında dərd, qəm, kədər mənasına deyir, çəkdiyim əzablar mənə yar olmaq. Baxın, mən harca bu mənanı ifadə edir də, yəni yar bir istədiyi mənasında, bir də yar çoxmənalı mənada da işlənə bilər. Amonim kimi məsələ odunu yar, bir də ki yar gəldi, amonimdir. Biri də yar məcazi mənada kədərlənməyin yar olması mənasında, yəni qəmli mənasında ola bilər. Yəni həm amonim, həm çoxmənalı olur. 1-i götürürük. Sonra tut sözü həm amonimdə, həm çoxmənalıdır. 3-ü götürürük. 1, 3, başqa yığ, yox, 1, 3, 5-ə baxaq. Az sözü götürə bilərik. Bir də 6-da üz. Amma zərifi götürə bilmərik. 1, 3, 5, 6. B variantı düzgün cavabımızdır. 35-ə baxaq. Müxtəlif nitq hissələrinə aid olan amonimlərin sayını müəyyənləşdirin. Əqrəb eyni nitq hissəsidir, oxşamaq eyni nitq hissəsidir. Yaş isimlə sifət olub götürə bilərik. Kök isimlə sifətdir. Min sayla feildir. B variantı. 35-ə də B. Sonra 36-ya baxaq. Hansı bənddə verilmiş amonimlərin hər birinin leksik mənası yalnız eyni nitq hissəsinə aiddir? Çən eyni nitq hissəsidir, şam, aşıq eyni nitq hissəsidir. B variantında bezmək feil, bir də var bez dəsmal mənasında müxtəlif nitq hissəsidir. C variantında köçmək feil, bir də köç, yəni köç yaylağa gedir mənasında isimdir, müxtəlif nitq hissəsidir. D variantında qat müxtəlif nitq hissəsidir. Yəni aid eləyə bilərik. E variantında saçmaq müxtəlif nitq hissəsinə aiddir. Ona görə cavabımız A variantı. 37-də amonim, bir də dan sözü müxtəlif nitq hissəsinə aiddir deyə. Amonim tayları isim və feil olan sözləri seçin. İsim və feil olur. Dolunun bilirik ki, dolu qab deyəndə məna tayı sifət olur. Elə anı çıxardırıq.
B variantında acı sözü sifət olur, çıxardırıq. C variantında yad sözünün məna tayının biri sifətdir, götürə bilmərik. Deyir isim və feil olsun. Y variantında da şor, duzlu mənasındadır, götürə bilmərik. Ona görə də cavabımız D variantı. 38-də klassislərə əsasən yanlış olanı seçin. Deyir, həm amonim, həm çox mənalı sözdür. Yanlış deyirsə, deməli, amonim və çox mənalı olmayanı götürməliyik. Daş bilirik ki, həm amonim, həm çox mənalıdır. Dolu bilirik ki, həm amonimdir, həm çox mənalıdır. Deməli, dairə ilə bu şəkli çıxanda nə qalır? D variantı çıxır, E variantı çıxır, B variantı çıxır. Ya A variantıdır, ya da C variantıdır. Tala da bilirik ki, yalnız amonimdir. Qan da bilirik ki, amonimdir. Deməli, üçbucaqla düzbucaqlı C variantı. C variantı. 38-ci. 39-a baxaq. Hansı cərgədə amonim sözlərdən, hansı cərgə amonim sözlərdən ibarətdir? A variantında zədə gedir, B variantında qanacaq gedir, C variantını var, qovaq, qoyun, sal saxlayırıq. D variantında amonim sözlərdən ayaq sözü çox mənalıdır. Y variantında da kəsmi götürə bilmirik. Deməli, var, biri var, nəyinsə var olmağı, bir də var dövlət mənasında, qovaq ağacdır, səsə düşən kəpək mənasında, qoyun heyvan, bir də var qoyun qucaq mənasında. Baxın, kitabı bura qoyun deyəndə onu götürmürük. Çünki orada başlanğıc forma fərqli olur. Salmaq, salmaq, bir də sal, daş mənalarında istifadə oluna bilər. 39-ca C. 40-da hansı variantdakı amonim sözlər müxtəlif nitq hissələri kimi işlənə bilməz? Yəni, deyir, eyni nitq hissəsi olanlar götürün. Bal götürürük, tək köməkçi nitq hissəsi kimi işlənə bilir, tək adam da deyə bilirik və s. Yəni, həm əsas, həm köməkçi işlənən müxtəlif nitq hissəsi olur. 2-ni götürmürük. Müxtəlif nitq hissəsi kimi işlənə bilməz deyirsə, 1-i götürə bilərik. Düzü də götürmürük. Bir də 4-ü götürərik. Sağda, sağ nə et feil, bir də sağını. Deməli, cavabımız 1, 4. Bunlar eyni nitq hissəsi C variantı. 41 arxasında qeyd edək.